Üfüqə bucaq altında atılmış cisimlərdə bizdən 3 dənə fərqli sürət soruşa bilər. Əgər bizdə soruşursa ki, atılma sürəti. Baxın, burada bir şeyə fikir verin. Üfüqə bucaq altında atılmış cisim hansı sürətlə atılırsa, həmin sürətlə də yerə çatacaq. Məsələn, bax, birinci sualda 50 ilə atılıbsa, yerə neçə ilə çatacaq? İkinci sualda 40 ilə atılıb, deməli yerə 40 ilə çatacaq. Yəni, hansı sürətlə atıldı? Vəssalam, həmin sürətlə də yerə düşməlidir. Başqa variant yoxdur. Sonra, soruşa bilər 1. Sürət. Əgər heç bir məlumat vermədən sadəcə sürəti soruşursa, onda bax, bu əvəzləyici, bu Hypetonus kimi götürürdü ya bayaq. Bax, o sürəti soruşur bizdən. Bu sürətdir eləcə. İkincisi, sürətin şaquli proyeksiyası deyirsə, bax bu yuxarıya doğru atılanı soruşur. Üçüncüsü isə üfüqi proyeksiyası deyir. Yəni burada hal-hazırda bizdən 3 dənə fərqli sürət soruşa bilərlər bir hərəkətin içində. Ona diqqət edin, görün bizdən hansını soruşur. Yaxşımı? Onu ayırd eləyə bildiniz məsələnin içində. Çox passivsiz, ancaq mən onu hər nöqtəsinə qədər, detalına qədər dedim. İnanıram ki, ayırd elə. Məsələn, gəlin 4-cü suala baxaq. 4-cü sualda sistemdə bax bu cismin sürətini soruşuram sizdən. Bəli, atılma, daha doğrusu sürətini desəm biraz uyğun çıxmaz. Cismin atılma sürətini deyirəm sizdən 50 metr. Cismin bəli, bəli. Sonra deyirəm ki, cismin sürətinin şaquli proyeksiyası. Niyə? 30. 30 baxın, bunun qarşısı 37-nin qarşısı 30 idi, bu tərəf 40 idi. Aha. Yaxşı, üfüqi proyeksiyası nə olacaq? Aha, gördünüz, 3 dənə fərqli sual verdim. Yəni sizi yanıltmasın. Əgər şaqulidən, üfüqidən söhbət getmirsə, biləcəyik ki, ümumilikdə atılma ya da yerə düşmə sürətidir. Bax, bunları qarışdırmayın. 7-yə baxmışdıq müəllimlər. Getdik 8-ə. Getdik 8-ə. Deməli, yenə baxıram ki, əlimdə var bir 100 dərəcə. Bu mənim işimi asanlaşdıracaq. Burada da bir 53 görürəmsə, deməli bu tərəfə 80 düşəcək, bu tərəfə 60 düşəcək. Yaxşı, əgər burada 53 yox, 37 olsa, onda necə olardı? Bəli. Onda 80 bura düşərdi, 60 bura düşərdi. Bax, bunu da deyim ki, əzbərdən bilin ki, çox hesaba vaxt itirməyin. Baxdıq. İndi bunun bu tərəfinə 80 götürdük, bu tərəfinə 60 götürdük. İndi sizdən soruşuram ki, cismin uçuş müddəti nə qədərdir? Neçə? Aha. Aha. Niyə? İndi ona da gələcəyik. Cismin qalxma müddəti nə qədərdir? Baxın, cismin qalxma müddətini burdan götürürük. 80 bölünsün 10-dan 8. Qalxma müddəti 8-dirsə, deməli düşmə müddəti də 8-dir, uçuş müddəti də 16-dır. Bunu təyin elədik. Aha, aha. Sonra məndən nəyi soruşur? Cisim 14 saniyədəki sürətini soruşur məndən. Cisim 14 saniyədə. Əvvəlcə baxıram 8-ə. 8 saniyədə cismin, deməli 16 saniyədə hardasa burada bir yerdə olacaq. 16 saniyədə müəllimlər cismin sürətlərinə baxaq. Bax, cismin sürətinin biriyi 30 olacaq. 30 deyirəm, 60 olacaq. Bax, bu proyeksiyasını mənə 60 verib. Burada artıq kosinusdan istifadə eləyəcəyik. Bunu ayrıca düsturla işləyib atacam. Bax, bunu işləyib atacam. O cür baxaq. Bu artıq pratik qayda ilə keçmədi. Bu işimizi görmədi. 8-i xatırlayın. Yadıma salın, onu ayrı çəkəcəm. Baxım görüm bu necə gedir. Burada 45-dən. Ha, bunu da ayrı çəkəcəm, çünki bu da artıq pratik qayda ilə getmir. Sadəcə pratiklərə baxaq burada. Hansı ki, saniyələr içində işləyə biləcəyik də. 10-cu suala baxaq görək bu necədir. Nəyə çatdığına görə. Aha, 10-cu sualı tapa bilərik müəllimlər. Baxıram ki, 80 ilə atırıbsa, bunun şaquli proyeksiyasını nə tapıram? Baxın, baxın. Deməli 80 nə idi?
5x idi də. 5x bərabər idisə 80-ə. X-i nə tapdım burada? 16 tapdımsa. İndi bunun bu tərəfi də olacaq 3x. 16 vur 3-dən neynədim? Baxın müəllimlər, söz yox ki, miqdə durub sizə bu rəqəmləri verməyəcək. Miqdə sizə ya 60 100 ya 60 100 verəcək ya. Ancaq hər ehtimala qarşı bunu da tənliklə çıxarmağı bilsəz yaxşı olar. Düzdürmü? Və yaxud da indi bunları nə tapmışdıq dediniz? 40 neçə dediniz bura? 48. Gəlin bu tərəfi də tapaq onda. Deməli x-i mənə veribsə əgər 16, bu tərəfdə eləyəcək 4x. 4x-i də tapaq. Bu da elədi 64. Bu da belə. İndi ola bilər ki, bu bizə çətin gələr də. İnsanıq, stresə düşərsiniz belə. Onda elə götürün sinusu yerinə qoyun, kosinusu yerinə qoyun, tapın. Bax, bu tərəf hər zaman kosinusun qiymətini verəcək. Yuxarı tərəf hər zaman sinusun qiymətini verəcək. İndi elə durum var ki, bu daha rahatdır, eləsi var, o daha rahatdır. O sizin artıq seçiminizə qalıb. Sonra məndən nəyi soruşur? Bunu tapdıq. 64-ü buradan tapdıq. Nəyi deyir? 5 saniyə sonra YS elə çatdığına görə KM-in uzunluğunu tapın. İndi baxıram, bax buradan, bax bura qədər. Əla. Buyurun. Bəli, bəli. Kəsən hipotenuzda axı biz demişdik ki, hipotenuz 5x-dir. 37-nin qarşısı 3x-dir, 53-ün qarşısı 4x-dir. Yaxşı, indi bu məsələn 60-80 üçün uydu. Bax deyək ki, bu prosesdə doğrudan da daha rahat olar ki, sinusu kosinusu yerinə qoyaq. Heç istəyirsinizsə özünüzü çox yormayın. Ancaq valla onu da bilməyimiz şərtdir. İnanın ki, riyaziyyatı, həndəsəni nə qədər gözəl bilsək, adi funksiya mövzusunu nə qədər gözəl bilsək, fizika o qədər rahat işlənilər. Məsələn, növbəti il üçün inşallah hər kəs uğur qazanar, gələn hazırlaşmağınıza ehtiyac qalmaz. Həqiqətən səmimiyyətlə arzulayıram. Əgər ki olmasa, növbəti il daha böyük uğurlar üçün biraz da hazırlaşmaq istəsəz, tövsiyə eləyirəm ki, həndəsənin əsas anlayışlarını qəşəng öyrənin. Məsələn, sentyabrdan başlanmış olsaq, mən oradan başlayardım. Bir mövzunu həsr eləyərdim həndəsiyə, bir mövzunu həsr eləyərdim funksiya mövzusuna cəbirdən, sonra keçərdim. Onda daha yağ kimi işləyərdi işlərimiz. Yəni növbə İnşallah, inşallah ehtiyac olmaz. Görərsiniz. Başa düşdüm mən. Ümid eləyirəm ki, girərsiniz. Ümid eləyirəm ki, girərsiniz, ehtiyac qalmaz, tam səmimiyyətimlə diləyirəm. Olmayan başı da üzülməyin. Sentyabrdan dediyim kimi, o prosesləri eləyərik. Həndəsəni cəbri bərkidib sonra keçərik ki, çətinlik yaşamayaq bu qismlərdə. Sonra sentyabrdan bax burada bu qrupda qoşulanların hamısı yəni ən tez qoşulan son 3 ayda qoşulan müəllimdir. Tez yoxdur. Bunlar hamısı narahat olmayın, gec qoşulanlardır. Kaş ki, hə də indi zamanında qoşulsaz gör nə edərdik. Ən az 2 dəfə təkrar eləyib bitirmiş olardıq artıq. Nəysə, 11-ə baxırıq müəllimlər. Aha. Burada 60. İndi gəl nə edək? Gəlin baxaq deyək. A nöqtəsinə yüksəldiyi kaç metrədir? Sürtünmənin ölçülmədiyi atılan cisim ellik olaraq A nöqtəsinə çarpır. Aha, buradan buranı mənə 60 deyib. İndi mən buradan zamanı tapacağam əvvəlcə. Bircə dəqiqə. Bax, buradakı sürəti mənə 60 verib. Gəlin zamanı tapaq. 60-ı nəyə vursan 600 eləyər? Deməli, T bərabərdir 10 saniyədə. Bircə dəqiqə. Hə, T bərabərdir 10 saniyədə bura gəlib çatıbsa. Deməli, bu maks nöqtəyə hansı saniyədə çatacaq? Bax, 8 saniyədə çatacaq. Aha, 8 saniyədə çatdı maks nöqtəyə. Bircə dəqiqə gözləyin, mən buradan yer açım. Bir dəqiqə gözləyin, mən buradan qəşəngcə yer açım. Baxın, artıq bu tərəf mənə lazım olmadı müəllimə. Bu tərəfdə mən alacağımı aldım. Mən bildim ki,
T bərabərdir 8 saniyəyə maks nöqtəyə çatar. Mən bildim ki, A nöqtəsinə T bərabərdir 10 saniyədə çatar. Mən bildim ki, üfüqi indi da bu tərəf mənə lazım deyil. Mən bax bura ilə hərəkət edəcəm. Əlimdə var bir cisim. Bir cismi yuxarıya doğru V bərabərdir 80 ilə atıram. 8 saniyədə gəlir, durur maks nöqtədə. Kənardan yer yoxdur, yazım. 8 saniyədən sonra 10 saniyə soruşur axı. Neçə saniyə keçir? 2 saniyə. Yuxarıdan gələndə necə artırdı? Axı burada V bərabərdir 0-a bərabər olur maks nöqtədə. Onda buradan gələndə necə artırdı? 5, 15. Yadınızdadır bu səfər? Bu 8-dən sonra cəmi 2 saniyə keçəcək də. 1, 2. Deməli, buradan bura qədər oldu 20 metr. İndi mənə isə buradan yerə qədər olan prosesi soruşur. Düzdürmü? Gözləyin bircə dəqiqə yenidən göstərim. Heç nə, yox, müəllimə, bircə dəqiqə bunu qarışdırmayaq, eyb yox, yavaş-yavaş göstərək. Təki siz bunu qəşəng bilək ki, çünki bilək bir mövzu bilirik. Əsas odur bildik ki, bunu bildik də biz. Baxın müəllimə, biz buradan bax bu proyekt verilənləri yazanda nə tapdıq? Tapdıq ki, T bərabərdir maks nöqtəyə qalxma müddətini 8 tapdıq. Bunu başa düşdünüz? Mən indi gedirəm sırayla. Hara qədəri başa düşmüsünüzsə, orada heç nə deməyin. Harda ilişsəz, orada mənə deyin. Deməli, sonra bax bu A nöqtəsinə 10 saniyədə çatar. Onu başa düşdünüz? Yox, gəlin onda elə oradan başlayaq. Deyir ki, cisim A nöqtəsinə gəldi, çatdı. Və buradan bu nöqtənin arasını da mənə 600 verib. Bunun üfüqi proyeksiyasını isə sürətin 60 veribsə, neçə saniyədə bura çatıb? 600-ü bölürəm 60-la. Onu da hardan aldığımı tapdınız indi? Bura qədər gəldik. İndi sonra mənə soruşur ki, 10 saniyədə cismin yerlə arasındakı hündürlüyü mənə tapdıyır. Davam edək. Artıq mənə yerlə aradakı hündürlük deyirsə, bu üfüqi proyeksiyaya baxmayacağam. Üfüqlə aram bitdi. Mən sadəcə baxacam hansı proyeksiyaya? Şaquli proyeksiyaya. Hündürlük deyirsə müəllimə, hündürlük deyirsə artıq üfüqinin orada işi yoxdur. Mən üfüqdən zamanları alacaqdım, onu da aldım, götürdüm. İndi əlimdə var bir cisim. Axı mən demişdim ki, bucaq altında atılma ikili hərəkət kimi düşünün. Bir düz xətli bərabər sürətli hərəkət, bir də şaquli yuxarıya atılmış cisim kimi. İndi bax bunu yuxarıya doğru atıram. Hansı sürətlə ataram? 80-lə də, bəli, burada 80 tapmışıq bayaq. 80-lə tapdıq. 80-lə tapanda bu maks nöqtəyə neçə saniyəyə çatar? 8 saniyədə çatar. 8 saniyədən sonra bu isə həmin nöqtəyə isə maks nöqtəyə 8-ə çatmışdı. A nöqtəsinə isə 10 saniyədə çatmışdı. İndi onu qoyaq qırağa. 8 saniyədə bunun sürəti nəyə bərabər olur? 0-a bərabər olur. 8-dən sonra növbəti 2 saniyə gəlir də. 8-dən sonra nə gəlir müəllimə? 10 gəlir, 9 gəlir, sonra da 10 gəlir. İndi bax burada maks nöqtədə sürət 0-dır. İndi yavaş-yavaş aşağıya doğru hərəkət edir. Hərəkət edəndə neçə ilə başlayırdıq? Sərbəst düşməyə neçə ilə başlayırdıq? 0 olanda. Yazırdıq 5, 15, 25, 35. Niyə yazıram bunları? Deyəcəm 45, 55. Bunu yazacağam ta 8 dənə. Niyə? Çünki axı düşmə müddəti də 8 saniyədir. 8-ə qalxıb 8 ilə də düşüb, düzdür? Biraz burada yer çatmadığı üçün 55, 65, 75, bircə dəqiqə səbirli olun. 1, 2, 3, 4, 5, 6, 7, 8. Düzdür? İndi mənə deyir ki, 10 saniyədə çatıbsa, deməli 8-dən sonra ikisi gedibdir. Bax, bu hündürlükdədir hardasa. İndi də buradakı hündürlükləri toplayıb yerlə aradakı hündürlüyü tapa biləsiniz. Da bu biraz hesab aparır, vaxtımız yoxdur. Başa düşdünüz, yoxsa yalandan oldu? Videonu da qayd eləmişəm, atacam. Anlamadığınız qismi də oradan baxarsınız. Bəlkə bilmirəm, indi bunu başqa düsturla daha mən elə bilirəm. İndi mən izah elədim və siz ilk dəfədir görürsüz deyən bizim zamanımız çox getdi. Ancaq siz bunu artıq
Başa düşəndən sonra videonu yenidən izləyin, qeydlərinizi götürün. Növbəti səfər bu tip suala özünüz baxanda maksimum 10 saniyənizi alacaq onu işləmək. Sonra burada əgər hipotenuzu mənə 50 kök 2 veribsə, bu da hər tərəf 40. Bəli, katetləri mənə verəcək 50, 50. Sonra A nöqtəsinə neçə saniyə A nöqtəsinə çatıb bilmirəm neçə saniyədə. Yox, A nöqtəsinə maks demir ki mənə. A nöqtəsindən bəlkə biraz da yuxarı gedərmiş. Sadəcə burada dayaq olduğu üçün artıq gedə bilməyib, məcbur qalıb dəyib düşüb yerə də. Yəni bəlkə daha da çox gedə bilərmiş. Əvvəlcə gəlin bunun maks nöqtəsini tapaq. Nə oldu? 5. Və yaxud da ki, hədə yəni daha yuxarı gedə bilərdi. Maks qalxma müddətini T-ni nə tapıram mən? Qalxma zamanını 5 tapıram. Bax bu 50-yə əsasən. Düzdür? Zamanı 5 tapdım. Bu heç. Sonra gəlirəm bura. Bax, buradakı sürəti mənə 50 verib. Buradakı məsafəni də mənə 150 veribsə, deməli, buradan bura qədər neçə saniyəyə çatıb? Başa düşdünüz müəllimə? Yoxsa yenə deyim? Digər müəllimlərdən də başa düşən də olur, düşməyən. Düşməyən olanda deyim. Mən istəyirəm ki, müəllimlərin hamısının söz haqqı olsun. Yəni, orada kimin nə fikri varsa, desin ki, mən həmin an bilim. Üzrlü sayın. Qapını zəmin. Aha. Baxaq. Deməli 50 burdadır, 150 də burdadırsa, burada düz xətli bərabər sürətli hərəkətdir. Buradakı zamanı mən nə tapıram? 3 tapıram. Deməli bu A nöqtəsinə 3 saniyədə gəlib. Yəni çatdırıb 5-ə qalxa bilməyib də, maksa qalxa bilməmiş gəlib dəyib ora. Yarımçıq qalıb işi. Aha. Onda A nöqtəsinə kaç metrə altında çarpar? Aha, hündürlüyünü də buradan taparsınız da. 3 saniyədə nə qədər düşəcək ona? Yox, elə olmayacaq müəllimə. 45 yox. Onu niyə? 5, 15, 5, 10. Hə, üzrlü sayın, üzrlü sayın. Hə, üzrlü sayın. Qarışdırdım bayaqki sualla. Bayaq axı yuxarıdan gəlmişdi, sonra 5-15-dən başlamamışdıq. İndi isə elə həmin andan başlayıb. İndi 13-cü suala baxaq. Deməli 13-cü sualda gəlin ilk öncə saniyəni mənə verib. Çünki bir kəmiyyətlə biz tapa bilməzdik. Saniyəni mənə veribsə, bax indi diqqət eləyin müəllimə. İndi mənə diqqət eləyin. Hansı saniyəni verib mənə? Bilirəm 8 saniyə hansı zaman oynadı mənə? Uçuş müddəti. Yox müəllimə. Yox, zaman onsuz hər kəs üçün eynidir. Bəli. Yəni burdan başlayıb bura düşənə ümumilikdə uçuş zamanını mənə 8 veribsə, deməli maks nöqtəyə 4 saniyəyə çatacaq. Və buna da diqqət eləyin, hansı zamanı mənə verib. Bax, hər zaman dediyim məsələ, şərtə diqqət eləyirik. Hansı zamanı verib, nəyi istəyir. Aha, maks nöqtəyə 4 saniyədə çatırsa, onda bunun atılma sürəti var. Şaquli mənə verəcək 40. Düzdür? İndi şaqilini tapdıq. Bu heç. Sonra ümumi zamanı da mənə 80 verirsə, bu yolu da 160 verirsə, onda bunun üfüqi sürətini neçə taparam? 20-də bunu tapdım. 40 bunu, 20 də bunu tapdımsa, ümumi sürəti tapmaq üçün də nə edirəm? Aha, tapıb 20-ni tapıram. İndi onu özünüz hesablayarsınız. 40-ın kvadratının üstə 20-nin kvadratı. Heç 40-ı qoy qırağa. 4-ün kvadratı eləyir 16. Üstə gəl 2-nin də kvadratı 4. Bu da eləyir. Bu da kök altında 20. Sıfırları da əlavə eləyirik. Sıfırları da əlavə eləyirik. Oradan da nə çıxır? Burada onu da bölüb çıxardarsınız da. Yox, hesabda mənlik deyil, o riyazidir. Götürüb bölüb vaxt itkisidir. Yəni əsas gedişatı bildiniz, orası problem deyil, elə bilirəm ki. Kök altından çıxartmağı sadə vurğularla ayırıb bilirsiniz, yoxsa onu da göstərək? Bilirsiniz müəllimlər kök altından çıxartmağı? Çox, yəni indi siz MİQ-ə hazırlaşan bir müəllim üçün elə başdan deyim ki, mütləq şəkildə o rəqəmi unutdum mən. İndi
sadə vurğularını ayırıb çıxardarsınız. Bir dəfə boş zamanımız olarsa yadıma salarsınız, onu da göstərərəm müəllimə. Çünki o niyə indiyə qədər o şeylərə diqqət eləməmisiniz? Çox vacibdir. Yaxşı, qoy göstərim də. Elə də olar. Ha, elə də olar. Aha. Düzdür, düz. Baxın, müəllimə dediyi qayda da var. Gəlin hər qaydaya baxaq bütün. Bax, məsələn, kök altından 50-ni nə kimi çıxarda bilərəm çölə? Baxıram ki, 50 nədir? 2 vurulsun 5. 2 yox. 50 nə? 5 vurulsun 10 kimi. 5 vurulsun 10 kimi götürə bilərəm. 2 vurulsun 25 kimi. Baxıram 2 vurulsun 25-dən. Deməli 25-dən çölə 5 çıxacaq. Yerdə qalacaq 5 kök 2. Bu cür də eləyə bilərəm. Məsələn, 100-ü götürək. Kök altında 100-ü görək nə çıxarda bilirik. Kök altında 100 nədir? Kök altında 100 4 vurulsun 25-dir. Yox, elə kök ehtiyatıma düşmür. Elə kök altında 100 özü 10 çıxır. Söz yox. Laf deyək ki də indi 4 vurulsun 25 deyil. 4-dən 2 çıxır, 25-dən də 5 çıxır, 2 vur 5-dən də 10 eləyir. Sonra qoy. Məsələn 80. Gəlin baxaq. Sonra indi gəlin başqa bir qayda da deyək. Ola bilər ki, elə bir rəqəm verər ki, yəni deyək məsələn 248 verdi. Okay. İndi gəl bunu tap. İndi burada nə edirik? Bircə dənəsini göstərim kifayət eləsin. Götürürəm 248-i, sadə vurğularına ayırıram. Sadə vurğuları ayırmağı bilirsiniz yəqin ki. Aha. Bunu 2-yə böldüm oldu 124. 2-yə böldüm oldu 62. 2-yə 32. Elə 32 özü də 2 üstündə neçədir? Qoy belə gedək. 31, hə, üzrlü sayın. 31 özü də sadə ədəd olduğu üçün elə 31-in özünü saxlayıram. İndi baxıram ki, buradan 2 dənə 2-dən çölə birini çıxardacam. 2, içəridə isə qalacaq bir dənə 2, bir dənə də 31. 2-ni də 31-ə vuranda eləyəcək 62. Vəssalam. Eləyəcək 2 kök altında 62. Yəni hər ehtimala qarşı bütün qaydaları göstərdim ki, işiniz asan olsun. Sonra bu gün başqa məsələ elə bilirəm ki, bucaq altında hərəkətlərdə problem qalmadı. O 1-2 dənə hesab sualları var. Onu ayrıca çalışıb çəkib atacağam. Əgər alınmasa, çəkib atmamış olsam çox xahiş edirəm yadıma salın. Doğrudan yadımdan çıxır həqiqətən. Yatanda yadıma düşür ki, mən nəsə söz vermişdim. Ola bilər ki, eləməsəm yadıma salın. Sonra bunu işləyərsiniz. Bax bu türk testini baxmayın ki, mən işlədim burada. Siz mənə baxmayın. Götürün bir dəfə də özünüz işləyin mənimlə. Bunu da işləyəndən sonra MHM atmışam sizə. MHM-də də ona aid suallar var. Onu da işləyin. Məsələn, gəlin bunu saniyələr içində həll eləməyə çalışaq. Bizdən H hündürlüyü soruşur. E0 100-dür. 100-ün də qarşısı o 53-də olurdu. Əgər 30-dursa tən yarısını götürəcəyik. Eləyəcək 50. 50 də max nöqtə oldu nə? 5 saniyə. 5 saniyədəki H hündürlüyü tapın. Uçun. 120-dir, 125-dir. 80 oldu. 120-dir. Gördünüz? Saniyələr aldı ki, ay müəllim, əgər 30-dursa, 30 nə idi? Sinus 30 2-də 1 verirdi. Bax bu da riyaziyyatdır. Yəni sinus 30 2-də 1 verir də bizə hər zaman. Nə demişdim? Yaxşı, sinus 30-la işləmir. Sinus 30-u boşlayaq. Hə 90 eləyək, yaxşı. Gəlin o cür eləyək. 30. Əgər 90-ı mənə 100 veribsə, 90-ın qarşısı nə idi? 2x idi. 2x-i mənə 100 veribsə, 30-un qarşısı nədir? X-dir. Onda x nə olacaq? Hə, 90-ın qarşısı 2x-dirsə, 30-un qarşısı x-dirsə, deməli əgər 2x-i 100 veribsə, x-i də 50 verəcək də. Yox, əsəbləşmirəm, estağfurullah. Biraz ola bilər səs. Laf da istəyirəm ki, bilmədiklərinizi mütləq şəkildə soruşun ki, burada beyninizdə heç sual işarəsi qalmasın. Olsun. Bütün mövzuları getməyək. 5-cə dənə mövzu gedək. Əsas odur mən bilim ki, o 5 mövzudan siz istisnasız yazasınız düşən sualları. Vəssalam. Yəni çalışmayın ki, mütləq bütün mövzunu bitirim, oturum. Bu blok deyil. Blok imtahanı olsa, bəli, uşaqlara istəyirsən ki, 11-lər bütün mövzuya toxunsunlar. Ola bilər nə qədər pis bilsə də hardansa bir yerdən düşər işləyər. MİQ-də o ehtimal yoxdur. MİQ-də o şans yoxdur. Gedib elə sual salırlar ki, əgər mövzunu tam bilməsən getdi.
Gəlin indi içini saniyələr içində işləməyə çalışaq. No, 15 nə idi mənim? Baxıram ki, deməli 30-un 45-i görəndə 30-un özünü götürürük. 30 bura atıram, 30 da bura atıram. Bu belə. Sonra məsələn maks hündürlüyü, uçuş zamanını soruşsa, qalxma zamanını soruşsa nə deyərəm? 3 saniyədə qalxıb, 3 saniyədə düşüb, uçuş zamanını desə 6 saniyə götürərəm. Hmax-ı soruşsa nə deyərəm? 180 nədir müəllim? 180 nədir? Hmax-ı deyirəm mən. 3 saniyədə qalxır. 45, 45. Çox maraqlı bir şey var müəllimlər. Deməli, mən bir şey soruşanda səhv olsa belə hər kəs niyəsə onu düşünür. Eyni anda hamı onu düşünür. Sonra deməli bildim. İndi bax indi suallarda da elə eləyirik. Müəllimə, inanın ki, suallarda da elə çarxırıq. Yadınızdadır, sonra müəllimə nə edirdi? Qəfildən cavab verib, sonra deyirdi, mən niyə bunu götürdüm? Onun kimi. İndi başladıq. Bax, Hmax-ı 45 tapdıq. İndi gəlin nəyi tapaq? İndi bax, siz deyəni tapaq, buranı tapaq. Burada da 30-u da vuracam nəyə? 6-ya. Bu deyəcək 180. Gördünüz? Saniyələr kifayət elədi ki, bütün parametrlərə çata bildik. Lap istəyirsiniz, MHM-ə də baxa bilərik. Yoxsa vaxt tamam olur. Heç yadıma düşmür. Vaxt tamam olur. Ona vaxtımız qalmır. Vaxt Zoom atana qədər nə işləsək burdan işləyək, vaxt tamam olur. Çünki onu özünüz işləyirsiniz. Aha, gəlin bax bunu da işləməyə çalışaq. Məsələn, soruşuram sizə şaquli proyeksiyanı tez deyin. 40. Üfüqi. Qalxma müddəti. Uçuş müddəti. Aha. Hmax. 80. Okay, indi gözləyin. Hmax-ı isə yox, indi gözləyin müəllimlər. İndi uçuş məsafəni də deyin, davam edək. Okay. İndi başladıq müəllimə. Deməli 3 vurulsun. Zamanı mən nə tapmışdım? Hə də 120 eləmişdim. 120. Aha, indi gəlirik müəllimə. Bax biz nə uçuş müddətini nə tapdıq? T-ni nə tapdıq? 4 tapdıq, düzdür? Yox, uçuşu demirəm, estağfurullah, qalxma müddətini deyirəm. Bəs yaxşı, Hmax-ı nə tapmışdıq? 80 tapmışdıq, düzdür? İndi gözləyin. Mənə deyir ki, 2 saniyədə hansı hündürlükdə olar? Gəlirəm, yuxarıdan gəlirəm müəllimə. Bax gəlirəm. 5, 15, 25, 35, düzdür? 1, 2, gəldi. Vəssalam. Yerlə hündürlük nə olacaq? Deməli, elədiyimiz səhvlər hansıdır? 5, 15-i toplayırıq. Qətiyyən. Yerdən olan hündürlüyünü tapırıq deyən, aşağıdan başlayırıq. 35 ilə 25 də bizə verəcək 60. Gördünüz? İmina bu sualın özünü. Mənim qoy elə bunu yazın, skrin edin. Ümumiyyətlə mən videonu izləyin. Mən indi sizə deyərəm, mənim öz qeydlərim var. O sizi qane eləyərmi? Sizin nə cür başa düşmüsünüz, harda nəyi necə başa düşmüsünüzsə, videonu məsləhət görürəm, tövsiyə edirəm ki, izləyin. Oradan qeydlərinizi, qeyd zad götürməyin. Götürün, test işləyin. Məsləhət görürəmsə test işləyəsiniz, test işləsəz hər şey öz yolunu tapacaq. Yaxşımı müəllimlər? Hansı sualda səhv problem yaşadısa X qoyun üstünə, yenidən videonu izləyin, yenidən baxın. İndi hələlik videonu izləməyə ehtiyac yoxdur. Hər kəs burada olanlar götürüb yenidən işləyə bilərlər. İşləyin, bilmədiyinizi təkrar video izləyib təkrar işləyin. Ən gözəl öyrənmə metodu işləmədir, test işləmə və salam. Və bu atışlar mövzusundan da hər il 2 dənə sual mütləq şəkildə düşür. İndi bunu söndürürəm, gedirəm Telegram kanalıma. Elə buradan yerimdən durmamış. Telegram kanalım